Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfəri regionda uzunmüddətli sülhün və etimad mühitinin qurulması istiqamətində tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir. 10 illiklər davam edən münaqişədən sonra iki ölkə arasında birbaşa və yüksək səviyyəli təmasların məhz İrəvan müstəvisinə daşınması, tərəflərin praktiki həllərə və normal qonşuluq münasibətlərinə keçid etmək iradəsini nümayiş etdirir. Bu səfər sadəcə diplomatik protokol xarakteri daşımır. Eyni zamanda Cənubi Qafqazın iqtisadi və logistik xəritəsinin yenidən formalaşdırılmasına xidmət edən konkret müzakirələr platforması rolunu oynayır. Rəsmi Bakının nümayəndə heyətinin bu addımı Azərbaycanın bölgədə sülh gündəliyini diktə edən tərəf olduğunu və delimitasiya prosesinə sadiqliyini növbəti dəfə təsdiqləyir. Məsələ ilə bağlı Nocoment AZA danışan politoloq Məhəmməd Əsədulazadənin sözlərinə görə, səfərin texniki və siyasi ağırlığı Şahin Mustafayevin statusu ilə birbaşa bağlıdır. Şahin Mustafayev Azərbaycan Respublikası ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının sədridir və onun rəhbərliyi ilə keçirilən bu görüşlər sərhəd xəttinin müəyyənləşdirilməsi prosesinin artıq masa arxasından sahəyə keçdiyini göstərir. Bu səfərin əsas məqsədi iki ölkə arasında iqtisadi əlaqələrin bərpası perspektivlərini qiymətləndirmək və sərhədlərin delimitasiya demarkasiyası ilə bağlı qalan texniki detalları yerindəcə müzakirə etməkdən ibarətdir. Ötən gün Nikol Paşinyanın delimitasiya prosesinin yaxın perspektivdə real icrasına başlanacağını qeyd etməsi də tərəflərin artıq konkret xəritələr üzərində ortaq məxrəcə gəldiyinin göstəricisidir. Politoloq qeyd edib ki, delimitasiya prosesi ilə paralel olaraq iqtisadi platformada da ciddi canlanma gözlənilir. Hər iki ölkənin məhsullarının qarşılıqlı ticarət dövriyyəsinə daxil edilməsi və iqtisadiyyatların bir-birinə inteqrasiyası istisna deyil. Çünki kommunikasiyaların açılması avtomatik olaraq ticarət əlaqələrini zəruri edir. Ermənistanda seçkilər yaxınlaşır və Nikol Paşinyanın daxili auditoriyada qələbə əldə etməsi, müxalifətin təzyiqlərini neytrallaşdırması üçün Azərbaycanla sülh və iqtisadi sabitlik vəd edən ciddi müsbət proseslərə ehtiyacı var. Məhz bu səbəbdən İrəvanın Bakı ilə razılaşmalara daha sürətli reaksiya verdiyini müşahidə edirik. Ekspert vurğulayıb ki, bu proses həm də regional miqyasda daha böyük qapıların açılmasına yol açır. Türkiyə və Ermənistan arasında sərhəd qapılarının açılması artıq hər zamankından daha mümkün görünür. Azərbaycanla Ermənistan arasında əldə olunacaq hər bir irəliləyiş Ankara-İrəvan xəttindəki buzları əridir. Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri nəticə etibarilə Zəngəzur dəhlizi və digər nəqliyyat marşrutlarının tam işlək vəziyyətə gətirilməsi üçün siyasi zəmin hazırlayır. Bu, təkcə iki ölkə üçün deyil, bütün Avrasiya regionu üçün yeni bir iqtisadi eradır. Azərbaycanda əmək bazarının müasirləşdirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm yeniliklərdən biri olan saatlıq əmək haqqı sisteminə keçid məsələsi artıq rəsmi müstəvidə müzakirə olunmağa başlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq qanun layihələrinin hazırlandığı bir vaxtda, bu sistemin tətbiqi həm işə götürənlər, həm də işçilər üçün yeni hüquqi və iqtisadi imkanlar vəd edir. Deputat iqtisadçı alim Vüqar Bayramovun qeyd etdiyi kimi, saatlıq əmək haqqı modeli beynəlxalq təcrübədə özünü doğrultmuş bir mexanizmdir və əsasən vətəndaşların əlavə iş saatlarına, overtimə görə daha ədalətli ödəniş almalarını təmin edir. Bu sistemin tətbiqi nəticəsində əmək haqqı aylıq sabit məbləğlə deyil, faktiki işlənilən saatlara görə hesablanacaq ki, bu da bir neçə iş yerində paralel çalışmaq istəyən şəxslər üçün geniş imkanlar yaradacaq. Xüsusilə qeyri-iş günlərində və iş saatlarından kənar vaxtlarda tətbiq olunacaq xüsusi əmsallar işçilərin gəlirlərinin artmasına birbaşa təsir göstərəcək. Məsələ ilə bağlı Nocoment AZA danışan iqtisadçı ekspert, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirinin sözlərinə görə, bu sistemə keçid ilk növbədə əmək münasibətlərinin rəsmiləşdirilməsində şəffaflığı artıracaq. Saatlıq ödəniş sistemi həm dövlət, həm də özəl sektorda çalışanların hər bir dəqiqəsinin dəyərləndirilməsi deməkdir. Bu model tətbiq edildikdən sonra işə götürənlərin işçini əlavə işə cəlb edib qarşılığını ödəməməsi halları minimuma enəcək. Çünki qanunvericilik hər saat üçün minimum məbləği diktə edəcək. O, qeyd edib ki, minimum saatlıq əmək haqqı həddinin düzgün müəyyənləşdirilməsi sistemin effektivliyində həlledici rol oynayacaq
Mövcud aylıq minimum əmək haqqı fonunda saatlıq tariflər elə hesablanmalıdır ki, işçinin sosial rifahı aşağı düşməsin, əksinə daha çevik qrafiklə daha yüksək qazanc əldə etmək motivasiyası yaransın. Dünya təcrübəsində saatlıq ödənişin tətbiqi adətən gizli işsizliyin azalmasına və xidmət sektorunun canlanmasına səbəb olur. İqtisadçı vurğulayıb ki, yeni mexanizm həm də gənclərin və tələbələrin əmək bazarına inteqrasiyasını sürətləndirəcək. Tələbələr dərslərindən kənar bir neçə saatlıq işlərdə çalışaraq qanuni şəkildə gəlir əldə edə biləcəklər ki, bu da ölkədə saatlıq iş mədəniyyətinin formalaşmasına töhfə verəcək. Ümumilikdə qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması Azərbaycanın əmək bazarını daha rəqabətli və cəlbedici edəcək. Son dövrlərdə ərzaq məhsullarının bahalaşmasının maaş artımı ilə eyni tempdə olmaması müəyyən çətinliklər yaradır. Çörək, un kimi zəruri məhsullar bahalaşmasa da, digər ərzaqların qiymətində artım müşahidə edilir. Qiymət artımının əsas səbəbləri nələrdir? Hansı məhsulların ucuzlaşması mümkündür? Nocoment az xəbər verir ki, Global Infoazla danışan iqtisadçı Günay Hüseynova əmək haqqının artmadığı şəraitdə ərzaq məhsulları və digər zəruri tələbat mallarının qiymətləri sabit qalmalı olduğunu bildirib. Minimum əmək haqqı artmasa, əksər özəl sektorda da əmək haqqı artmaz. Minimum əmək haqqı 5-10% artırıldıqda piştaxtalarda qiymət etiketlərinin dəyişdirilməsi yarışı başlayır. Digər məsələ isə bayramqabağı qiymət artımlarıdır. Sərhədyanı bölgələrdə müharibənin getməsi də idxalın baha başa gəlməsi bəhanəsi ilə qiymətlərin artırılmasına səbəb kimi göstərilir. İqtisadçı qeyd edib ki, dövlət çörəyin ucuz olması üçün tədbirlər görür. İdxal etdiyimiz ölkələrdə buğdanın qiyməti artıb, bu da daxili bazara təsir göstərə bilər. Lakin çörəyin qiymətinin artmasının qarşısını almaq üçün dövlət müdaxilə edir. Uzunmüddətli müqavilələr imzalanır. Subsidiyalar ayrılır və ehtiyat taxıl anbarlarından istifadə edilə bilər. Hüseynova vurğulayıb ki, qiymət artımı əsasən sahibkarlar tərəfindən idxalla əlaqələndirilir. Lakin idxalla əlaqəsi olmayan yerli məhsullarda da qiymət artımı müşahidə olunur. Bu isə ümumi bahalaşma ilə izah edilir. Artıq yay mövsümünə az vaxt qalıb. Məhsullar yığılıb birbaşa Rusiya, Türkiyə kimi xarici bazarlara göndəriləcək. Nəticədə daxili bazarda yenidən qıtlıq və qiymət artımı yarana bilər. Əgər həmin ölkələrdə məhsul uyğunsuzluğu olarsa, yük maşınları geri qayıtdıqda vətəndaş müvəqqəti ucuzluğun şahidi olur. Çünki kənd təsərrüfatı məhsulları tez xarab olur. İqtisadçının fikrincə, dövlət dəstəyi və subsidiyalar verilərkən müəyyən məhdudiyyətlər və şərtlər tətbiq olunmalıdır. Dövlət dəstək göstərməlidir ki, istehsalçı xarici valyuta ilə qazanc əldə edib məhsulu baha satsın. Daxili bazarda isə vətəndaş çətinlik çəkməsin. Məhsula möhtac qalmasın və ya idxal olunmuş, genetik modifikasiya edilmiş məhsullara yönəlmək məcburiyyətində qalmasın. Əslində, bəzi vətəndaşlar ekspertləri dinləyərək bu məsələdə daha həssas davranır. Şəhərətrafı ərazilərdə torpaq alaraq öz tələbatlarını ödəmək üçün əkinlə məşğul olur və ya torpağı illik icarəyə verərək həm gəlir, həm də məhsul əldə edirlər.